Hesabat dövrü ərzində bizi qane etməyən, məyus edən hadisələr, nəticələr də oldu. Təəssüf ki, milli komandalarımız, xüsusilə də kişilərdən ibarət A milli komanda son dövrdəki nəticələrlə bizi sevindirə bilmədi. Əlbəttə ki, biz milli komandamızın istər UEFA Millətlər Liqasında, istərsə də son yoldaşlıq görüşlərindəki nəticələrindən və oyunlarından razı deyilik. Baş məşqçi cənab Fernando Santos'la görüşümüz olub və həm oyun, həm də nəticələrlə bağlı narahatlıqları onun diqqətinə çatdırmışıq, gələcək gözləntiləri müzakirə etmişik. Milli komandamızın qarşıdakı yoldaşlıq oyunlarında, eləcə də seçmə mərhələdə məzmunlu oyun nümayiş etdirərək qənaətbəxş nəticələrə imza atmasına ümid edirik. Bu istiqamətdə milli komandamızın və məşqçilərin qarşısına qoyulan Avro 2028-ci seçmə mərhələsində uğurlu çıxış etmək hədəfi dəyişməz olaraq qalır. Yaxın gələcəkdəki nəticələrdən asılı olaraq AFFA zəruri qərarları qətiyyətlə qəbul edəcəkdir. Əsas məqsəd futbolumuzun inkişafı, milli komandamızın rəqabətliliyinin və azərkeşlərin komandanın göstərdiyi oyundan, əzmkarlıqdan və qələbə hərisliyindən məmnunluğunun təmin edilməsidir. AFFA İcra Komitəsinin qərarına əsasən 21 yaşlardan ibarət milli komandamıza yeni baş məşqçi təyin olundu. Bu 21 yığmamız Ayxan Abbasovun rəhbərliyi ilə meydana çıxdığı ilk 2 oyunda bir qələbə və bir heçişə edərək futbolumuzun gələcəyinə ümidlərimizi möhkəmləndirdi.